Salam, hər vaxtınız xeyirli olsun. WhatsApp kanalımızda paylaşdığım Python suallarının izahlarını verməyə çalışacağam. Çalışaq ki, maksimum şəkildə diqqətli olaq. Yəni bir daha belə bir səhvlərə yol verməyək. Bu suallarda sadə suallardır. Sadə olmasına baxmayaraq da səhv edirlər. Həm abituriyentlər olsun, həm də müdavimlər, yəni müəllimlər də səhv edir. Gəlin indi suala baxaq. X dəyişəni götürüb 5 qiyməti mənimsədilib if şərt operatorundan istifadə olunub, x 2-dən böyükdürsə print yes. Yəni burada baxanda ilk növbədə diqqətdən qaçan nədir? Nədir? Yəni elə deyirlər ki, x 5-dir. 5-dir if x, yəni 5 2-dən böyükdür, şərt ödəndi, yes çap olunacaq. Xeyr, bu belə deyil. İndi mən bunu yoxlayacağam. Sonra izahını sizə verəcəm niyə belə oldu. İndi bir dənə run eləyək. Aha. Deməli, if online, yəni errorun verdi burada. Oku vururam, indi isə izah edirəm. Bu deməli Pythonda indentation, yəni yazılı olaraq belə yazılır. Tələffüz olaraq indentation yazılır, yəni girinti. İndi bu nə deməkdir? Bunu yazdım bura. İndi biraz uzadı danışacağam sadəcə olaraq siz də tam şəkildə qulaq asın ki, başa düşəsiniz. Girintili nə deməkdir? Biz bilirdik ki, şərt operatorunu yazanda, məsəl üçün if deyirdi ki, x y-dən böyükdürsə, if-in bu bloku yerinə yetirilsin. Və yaxud da elif şərt operatorundan istifadə edir. X məsəl üçün 2-dən böyükdürsə, burada x-ə məsəl üçün 5 vermisən, y-ə bərabər 4 vermisən də məsəl üçün 2-dən böyükdürsə, burası, bu blok yerinə yetirilsin. Yəni biraz olsa da belə girintili olurdu onun bloku. İçəri olurdu. Yəni sağa doğru olurdu. Yəni eyni alt-alta yazılmırdı. Yəni biraz girintili olurdu. Indentation da o deməkdir. Yəni girinti deməkdir. İstər if olsun, for olsun, while olsun, def olsun. Yəni bu bloklardan sonra gələn əmrlər bir qədər nə olur? Sağa çəkilir. Yəni bu əmr deyilə. Yəni bir dəfəlik bunun içərisində yazılıb da. Yəni biraz heç olmasa sağa doğru olsun. If-in öz blokunda olsun. Yəni burada amma bu gördüyümüzdə if-in blokunda olduğunu göstərmir. Ona görə nə edir? Baxın, error vermiş olur. İndi yaxşı, bunu necə düzəldə bilərik? Gəlirik burada. Bir dənə belə boşluq da qoysaq, burada bir dənə boşluq da belə qoysaq bəs eləyir. Hətta 4 dənə də boşluq. 1, 2, 3, 4 dənə də boşluq qoysaq bəs edir. Hətta bir dəfə tabı belə vursaz, ən azı biraz boşluğun olduğunu heç olmasa gözümüzlə görək ki, biraz girintili olsun. Yəni bir dənə də belə boşluq qoysanız, təbii ki, bu ödəyəcəkdir. Onsuz da biz indi onu da göstərəcəm. Kodu yazanda PyCharm bizə özü köməklik göstərir. Cavab nə oldu? Yes oldu. Səbəbi də nə idi? Çünki nə idi səbəbi? Deməli 5 2-dən böyükdür. Print yes oldu. Ümid edirəm ki, başa düşdü. İndi gəlin buradan bir dənə əvvələ qayıdaq. Məsəl üçün yazdım ki, if x 2-dən böyükdürsə, bir dənə enter vururam, özü aşağı düşür, yəni avtomatik. Yazıram ki, print yes. Düzdürmü? Mötərizəni bağladıq, bir dənə run eləyirik, özü bizə köməklik göstərir. Baxın, cavabımız nə oldu? Yes olmuş oldu. Yəni ümid edirəm ki, artıq bunu siz tam başa düşdünüz. Məsəl üçün fərqli proqramlaşdırma dilində də hətta, yəni bu cür olur. Məsəl üçün C++-a baxsaq, def C++-da mən burada yazmışam hazır şəkildə, indi üzərindən izah edəcəm. Siz istəsəz sürətli şəkildə qulaq asa bilərsiniz. Yəni qulaq asmasanız da ola bilər. Yəni qabağa ata bilərsiniz. Include IOStream kitabxananı daxil eləyirik. Using namespace std. Yəni bunu yazmaqda məqsəd odur ki, hər dəfə sinsialtın əvvəlində std qoşa nöqtə qoyulmasın deyənə istifadə olunur. Int main əsas kodumuz burada başlayır. Int x ilə daxil eləyirsən, count
X-i daxil et. Yəni ekranda bu çıxsın bizə. Sin X-lə adlandırırsan, tanıdırsan proqrama. Sonra aşağıdan şərt yazıram. If əgər X 2-dən böyükdürsə, onu biz proqramda daxil eləyəcəyik. Desin ki, yes. Yəni bu həm də bu dırnaqdan istifadə olunur. Mütləq şəkildə diqqətli olun. Sonra burada özü bağlayır. Əks halda else-də də yenə burada qoyulur. Sound desin no. Ekranda no çapış etsin. Burada da yenə dırnağı bağlanır. Return 0. Yəni proqramın uğurla bitdiyini göstərir. Bu dırnaqda heç ümumi kodumuzun, yəni kod bunların içərisində yazılır. Bax, bu 2 dənə dırnağın içərisində yazılır. Ümid edirəm ki, başa düşdünüz. Nə qədər qarlama olsa da belə. İndi istəyirsinizsə mən bunu bir dənə Renon edim buradan. Deməli, buradaydı. Aha, deyir x-i daxil et. Məsəl üçün, mən x-i yazıram 1,5. No verdi. Çünki 1,5 2-dən böyük deyil. Ümid edirəm ki, başa düşdünüz. Yaxşı, məsəl üçün, yes olsun istəyirsinizsə, məsəl üçün yazıram 4. Yes cavabımız olaraq çıxdı. Yəni, bu qədər. İndi isə keçək, başqa bir sualımız var idi, onun izahını verəyim. İndi isə digər növbəti sualımıza baxırıq. A bərabərdir int dırnaqda 31, 5, print A. Yəni bunu da bir mənalı olaraq başa düşmək lazımdır ki, bu int parametrinin ikinci hissəsi say sistemini göstərir. Neçəlik say sistemində olduğunu göstərir. Hətta bunlar ikisi də bir-biri ilə əlaqəlidir. Məsəl üçün 5-lik say sistemidir, düzdür? Bu 5 bildirir ki, 5-lik say sistemindədir. Bu birinci parametrdə bizə nəyi göstərir? Birinci parametr onu göstərir ki, əgər bu 5-lik say sistemindədir, yaxşı 5-lik say sisteminin elementləri hansılardır? 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür. Bunlardan birindən düzəlməsə yanlışdır, error verəcək. 3 ilə 1 var. Hə, onda deməli bu həqiqətən 5-lik say sistemindədir. Print A-nı istəyirsə biz də avtomatik nə edirik? Burada 31 5-lik say sistemindədir. Bunu x onluğa çevirəcəyik. Yaxşı, onda biz də bilirik ki, açıq yazılış formasından istifadə edirik də 5-likdədir. Üstünə 0-1 qaydasını yazırıq. 3 vurulsun 5 üstü 1 üstə gəlinsin. 1 vurulsun 5 üstü 0. Bu da verir bizə 15 üstə gəlsin 1, bizə verəcək neçəni? 16-nı. Görək həqiqətənmi 16-nı bizə verir, yoxsa vermir? Yoxlayaq. Həqiqətən də baxın, 16-nı bizə vermiş oldu. Yəni, məsəl üçün, belə də deyə bilərik də, məsəl üçün 31 olmasın, məsəl üçün 33 olsun və burada olsun, məsələn 7. Yenə də bu 7-li say sistemini göstərir, 7-li say sistemin elementlərindən təşkil olunur. Məsəl üçün, belə bir şey ola bilər. Int, məsəl üçün, int dırnaqda 56 vergül 5 ola bilər. Bu 5-lik say sistemi göstərir. Bu 5-lik say sistemin elementlərindən düzəlməyib. 6 var çünki. 5-lik say sistemi dedikdə içərisində 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür. Nədir? Bu bizə error verəcək. İstəyirsə gəlin bir dənə bunu da yoxlayaq burada. Yəni mənim üçün fərqi yoxdur. Bura yazaq. 56, 5-i də olduğu kimi saxlayaq. Bir dənə yoxlayaq. Bax, yəni error verdi bizə. Belə. Fayl sistemlərlə bağlıdır. İndi keçək növbəti sualımıza. İndi isə keçirik digər sualımıza. Print dırnaqda hello vurulsun 0. Bu da maraqlı sualdır. Diqqətlə qulaq asın. Məsəl üçün biz deyirik ki, print düzdürmü? Məsəl üçün elə bu hello sözü olsun. Hello dırnaqda vurulsun 1. Və yaxud da yenə də print dırnaqda hello vurulsun 2. Düzdürmü? Vurulsun 2. Bunların nəticəsi nə olar? Əlbəttə ki, print nədir? Çıxışa verəcək də. Bu, yəni string tipində olanı 2-yə vuracaq, öz dəfə təkrarlayacaq. Bu dəfə təkrarlayacaq. Yəni ekrana nə çıxacaq? Ekrana çıxacaq hello. Düzdürmü? Ekrana hello çıxacaq. 2 dəfə olanda da hello, bir dəfə də hello çıxacaq. Yaxşı, burada hello vurulsun 0 nə deməkdir? Yəni hello vurulsun 0 əslində bu hesablayır. Amma bizə heç nə qaytarmır. Hesabda bizə heç nə qaytarmır.
Yəni 0 dəfə təkrarlayır da, 0 dəfə. Daha bizə bu 0-ı vermir. 0 dəfə təkrarlayır. Yəni sanki belə bir dırnaq, boş sətir sənə verir. Boş bir dənə neyniyir? Sənə boş sətiri vermiş olur. Yaxşı, bir dənə gəlin bunu yoxlayaq. Görək həqiqətən də biz deyən kimidir. Heç nə. Bəs yaxşı, biz demişdik dırnaq verir. Yəni bu boş sətiri verir də. Yaxşı. Bu sualı, yəni belə də görə bilərsən. Yəni bu print sanki belə deməkdir. Ekranda heç nə görməyəcək, sadəcə bir sətrə keçəcəkdir, yəni. Hello vurulsun sıfırla, yəni bunlar eyni bir anlamı verir. Neyniyir? Eyni bir anlamı verir. Yaxşı, sən istəsən ki, o boş sətri görəsən, o boş sətri görmək üçün refree komandasından istifadə eləyəcəksən. Yəni obyektin həqiqi formasını göstərir o. Boş sətri burada görə biləcəksiniz. Yaxşı, indi gəlin bir dənə bu komandanı yerinə yetirək. Print düşək bir dənə aşağı. Buna bir dənə A dəyişəninə mənimsədək. Deməli, A bərabərdir yazaq. İstəyirsiz bunları bir dənə buradan silək. Düşək aşağı. Print. Aha, bir dənə bunu yoxlayaq. Aha, baxın. Boş bir dənə sətri bizə göstərdi. Yəni həqiqi, yəni bu obyektin, yəni A-nın nə olduğunu bizə göstərdi. Boş bir dənə siyahı olduğunu bizə göstərdi. Yəni bu qədər. Yəni ümid edirəm ki, tam siz başa düşə bildiniz. Məsəl üçün, hello vurulsun 0 olmazsa, indi gəlin obyektin nə olduğunu biz görək də. Məsəl üçün, hello vurulsun 0 deməyək. Bir dənə buraya yazaq salam. Düzdürmü? Tam başa düşmək üçün. Repri A. İndi yaxşı bir dənə baxaq burada. Görək bizə nə verəcək? Salam sözünü verdi. Yəni bu qədər. Sağ olun. Yenə də gələn videolarda görüşmək ümidilə.